Naxçıvanda yerləşən dönərxanalardan birində kütləvi zəhərlənmə faktı qeydə alınıb. 17 nəfər qida zəhərlənməsinə məruz qalaraq xəstəxanaya müraciət edib. Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən Kassab dönərxanasında daha bir kütləvi zəhərlənmə qeydə alınıb. 17 nəfər qida zəhərlənməsi şikayəti ilə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə müraciət edib. Xəstəxanadan bildirilib ki, zəhərlənmə şikayəti ilə daxil olan müraciətlərin sayı daha çox olub. Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və 2 nəfər xəstənin vəziyyəti ağır vəziyyətdə olmuşdur və daxil olan xəstələrin 9 nəfər az yaşlı uşaq olmuşdur. Aparılan simptomatik yardımlar sonrası və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılmışlar. Qeyd edək ki, bu sözgedən dönərxanada bir ay ərzində baş verən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Daha əvvəl isə 7 nəfər qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təxirə salınmaz tədbirlər həyata keçirilib. Çiğ dönər saxlanması və yaxud da emalı müəssisəsində dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilib və orada istifadə olunan dönər üçün nəzərdə tutulan soslar, ketçaplar, mayonezlərdən də nümunələr seçilib. Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunmuşdu. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunmuşdu. Apardığımız müşahidələr zamanında istifadə olunan mayonez, ketçap və digər sosların müvafiq temperaturda saxlanmadığı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzu olunmaz hadisələrə səbəb olur. Hazırda dönərxanada baş verən faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Fidan Səfər, Space Xəbər, Naxçıvan.